Yoxdan var yaratmağı hər kəs bacarmır. Mingəçevir sakin olan Səlahiddin Baxşəliyevi məhz bu tip insanlar kateqoriyasına aid etmək olar. Onun Nur şəhərində əşya bazarına bitişik ərazidə zəhməti ilə ərsə gətirdiyi məkan sanki bir gülüstandır. Səlahiddin Baxşəliyevin sözlərinə görə əvvəllər bazarda çalışanların məişət tullantıları məkanına çevirdiyi ərazini indi o bioloji və zooloji gözəllik məkanına çevirib. Hətta bu təşəbbüsünü həyata keçirən ilk vaxtlarda bazardakı alverçilərlə kifayət qədər mübahisələri də olub. Amma sonradan onunla razılaşıblar və belə bir gözəllik yaranıb. Üstəlik, onun bu addımının iki qat vətənpərvər savabı var. Çünki bu məkan qəhrəman şəhidlərin xatirəsinə və qəhrəmanlığı eşqinə yaradılıb. Maraqlı məkanda müxtəlif növ ağaclar, çiçəklər, gül kolları, göyərçinlər, tutuquşlar və balıqlar xüsusilə diqqət çəkir. Yəni ümumiyyətlə deyim, bu gözəllik mənim daxilimdədir. Mən təbiəti çox sevən insanam. Hansı bir sahədə işləmişəmsə, yəni orada ağac əkmişəm, gül əkmişəm. Qərara gəldim burada gül çiçək əkim şəhidlərin xatirəsinə. Bugünkü gündə əkdiyim güllərdən burada hansı güllərdən istəsəniz var. Quşlar. Həmçinin quşlarım da var, göyərçinlərim var, tutuquşum var, balıqlarım var. Yəni onlara baxıram, mən onlardan zövq alıram. Yəni bir sözlə. Şəhid ailələrdə gəlir, yəni bu xoş təbəssümə görə mənə təşəkkürlərini bildirirlər. Yəni burada şəkil çəkdirənlər də olur, daha doğrusunu desəm. Maraqlı məqam odur ki, gözəllikləri seyr edib önündə mənəvi rahatlıq tapan ziyarətçilər Azərbaycan və Türk bayraqlarının dalğalandığı, şəhidlər lövhəsi yaxınlığında xatirə şəkilləri çəkdirməyi daha çox sevirlər. Rahim İbrahimoğlu, Nilufər Qəhrəmanova, Mingəçevir.